Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbasət adına xəstəxananın aşağı tərəfində, yəni Savsem aşağı tərəfində, bundan başqa Babək servisin yanından, bax bu təzə məhəllələrə gedən təzə asfalt yoldur, mərkəzi yoldur. Eyni zamanda deməli, bax bu sözü bir də təkrar edirəm, deməli 5 nömrəli marşrutun son dayanacaq. Bax təzə, yeni avtobusların son dayanacağından təxminən 100 metr məsafədə 2,5 sot torpaqda koridor proyekti olan bir zal, 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir məhəllə evi satılır. Hal-hazırda mən darvazanın giriş hissəsində yerləşirəm. Navesin alt hissəsini görmək mümkündür. Sol tərəfdə gördüyünüz kimi gül çiçəklərdir. Sağda isə 5 ədəd ağac növünü görmək mümkündür. Sənədi çıxarışdır. Ancaq onu deyə bilərəm ki, torpağın sənədidir. Onu deyə bilərəm. Bax, bu sözü bu cür dedim. Deməli, koridor proyektlidir, kürsülüdür, 2 qat kubiklə hörülüb. Qiymətin 87 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bir zal, 2 otaqdır. Harada yerləşmək haqqında sizə məlumat verdim. Bildiyiniz kimi 3-cü mikrorayonda 19, 4-cü mikrorayonda 24 nömrəli orta məktəblər yerləşir. Bura isə zalıdır. Zalın ölçüsü 5-in 5-ədir. Bax, bu cürdür, polu taxtadır. Yəni gördüyünüz kimi keyfiyyətli təmir olunub. Qarşıda hamamını görmək mümkündür. Hamamın ölçüsü 2-nin 2-ədir. Bax, belə bir deməli, həyət evinin qiyməti 87 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə otaqlardan biridir. Bax, bu otağın ölçüsü 5, 4-ün 4-ədir. Bura isə 5-in 4-ədir. Bax, bura deməli 5-in 4-ədir. Polunu görürsünüz. Taxtadır, üst plaşını taxtadır. Yəni möhkəmdir. Bura isə mətbəğidir. Mətbəği həqiqətən çox böyükdür. 3 metr uzunluğu enidir. 7 metr eni uzunluğudur. Koridor proyektlidir. Yenə təkrar edirəm. Deməli, Babək avtoservisin yanından gəlmək mümkündür. Bax, belə bir deməli məhəllə evinin qiymətin 87 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.